Hoş gördük hepinizi, değerli dostlar. Hoş gördük hepinizi güzel tədbirdə. İlk öncə başta Rus dünyası olmaqla hər birinizi hörmətlə, ehtiramla salamlayıram. Və mənə də söz verdiyiniz üçün Adil müəllim təşəkkürümü bildirirəm sizə. Hər biriniz bayram ayı olduğunu vurguladınız. Bəli, mən də sizin sözlərə qoşularaq bu bayram ayında sizlərin hər birinizi ürəkdən təbrik edirəm. Allah Taala günlərinizi uğurlu, bərəkətli, xeyirli gətirsin və bayramlar bir-birinə qarışır. Təbii ki, Adil müəllim, sizin də ad gününüzü təbrik edirəm ürəkdən. Arzu edirəm, nə qədər sizə arzular dilədilər, hər biri için olsun inşallah və bütün bu arzulardan daha ilahi, daha iri bir arzu var ki, Allah Taala'nın buyurması sizin üzərinizdə və sizin istəyiniz, sizin arzularınızın həyata keçirilməsində olsun inşallah. Və icazənizlə vaxtınızı almadan şeirə keçmək istəyirəm. Ləçəyində şəfəqlərin rəngi var. Təravətdən yaranmışsan, Nərgizim. Özün incə, nazik əmizəm min aləm. Yaz mehilə daranmışsan, Nərgizim. Gəlişinlə təbiət də canlanır. O sarışın yanaqların allanır. Yarpaqların salxım-salxım sallanır. Yaz mehi ilə daranmışsan, Nərgizim. İllər öncə sevdirmişsən özünü. Aparmışsan məndə olan gözümü. Gözəllikdən kim çəkər ki gözünü. Yaz mehi ilə daranmışsan, Nərgizim. Ey gözəlim, qismətinə yaz düşüb. Hər nə düşüb, %100'ün naz düşüb. Gileylənmə ömür payın az düşüb. Yaz mehi ilə daranmışsan, Nərgizim. Sən baharın bahar donlu çiçəyi, günəş üzlü, tər qoxulu ləçəyi, lətifənin sevimlisi, göyçəyi. Yaz mehi ilə daranmışsan, Nərgizim. Yaz mehi ilə daranmışsan, Nərgizim. Teşekkür ederim.